Aymunun başına, Aymunun ancaq danlayırdı mənə. Aymunun vidinə. Yaxşı elə səndən canım qutardı. Keyf elə. Kimi donmaya yazan. Sağ olsun. Anam var, yox, anam rəhmətə gedib 2000-ci ildə uşaqlar. Kaş anam getməzdi. Anasızlıq çox çətin şeydir. Allaha, uşaqlar, Orxanın o səhifəsinin telefon evidir. Takibatı minlə eləyin, canını aça bilsin. Bu birisi spama gedibdir. Qardaşım məni istəmir. Qardaşım əvvəl bir gündə məndən arası yoxdur. Allah anandan rəhmət eləsin. Kaç kilo ölməzdi anam. Yaman dadlı soğukda uşaqlar, bundan için tövsiyə edirəm. İçində də şey var, çiyərək. Babək dadım. Həmişə axırımı fikirləşirəm ki, uşaqlar, mənim axırım nətər olacaq. Amma ev eşi sahibi olmuşam, hər şey eləmişəm nənəmə görə. Sonumu düşünürəm, başa düşürsən uşaqlar. Allahda dədəm qaydası deyil. Deyib ölsəm, xəbər göndər. Deyib ölsəm belə, mənim məzarıma gəlməsin, də yasıma gəlməsin. Bilmirəm, nə ağarmışam. Allah hamd olsun. Biri çıxıb qabağını kəsib demir ki, ay bala, bu evlad sana ağar, sənin evladındır. Deyib nə məzarıma gəlsin, nə də ki yasıma. Gəlməsin, gəlməsin də. Niyə aşıqlar, niyə elə qəlbiniz qaradır ki? Niyə, nə olacaq ki nazlanmışam, nazlanmışam? Özümdən asılı o, içimdəki hormon... Sağ ol, telefon evi. İçimdəki hormonlar mənə o günə salıb da. Qəsdən eləməmişəm ha. İndi görmür ki, dəyişmişəm. Görmür ki, çabalayıram düzəlməyə. Görmür ki, evlənəm. Sokun adı nədir? Nə bilim adı nədir? Qoy baxım, görüm. Riginal. Riginal. Qoy görə nə sabitləmişdi o? Orada sən Allah bəstərin səs yazısı. Əlinizdə bir bayraq eləmişsin. Cəmatın lüt videoları çıxır. Bir dənə səs yazısı. Qaldırıb qoymuşsunuz bayraq əlində. Səs yazısı. Cəmatın sevişmə videoları çıxır. Deyəndə deyirsən az. O nə videodur? Qaydıb sənə deyir sağ. Deyir, mənə deyirəm nədir? Mənə deyirəm nədir? Mənə deyirəm nədir? Deyir, həyat onun üstündə qurulur. Çıxıb da deyir. Onda mumlayıb oturdum orada. Quramaq qız. Küssənin arvad başına. Tuğumun dövləti. Bunlar niyə yollama, Sesi danışmaya, bunlar dövləmə, Allah'ın olsun. Tertemiz, Quran haqqı, qapın paşam evim eşim çiçək.
O suyu hardan almışsan? O suyu Amerikanın Surutəpə kəndinin Washington şəhərindən almışam. Verdiyi suallara baxayım. Mən harada yaşayıram, ha izləyicilər? Bərdədən. Deməli, Bərdədən almışam. Az yasa yaxşı aslında. Yerim da, nə olacaq? Tek yemək yiyeyim. Çok teze hissedi. Evde baktınız ki iyi gelmiş. İyi gelmiş. Ay Allah, Türkiye'den mağaz denk gelir. Kur'an hakkı. Gündoz afaqasına oxşuyur. Bəli. Alo. Bəli. Salam babuş. Salam. Necəsin? Ay bacı, nə qədər, nə tərdə afaqasına oxşuyursan. Profildə közünsən. Bəli. Hə, afaqaslanın sarışın forması. Çox sağ ol. Babuş, dünəndən sənə yazıram, niyə cavab vermirsən? Hə. Narimində deyirsən. Nəsə eləmə, prosta zəng elədim səninlə danışmaq üçün. Olmaz. Sən qız tapdın evlənməyə? Hə, Aysun tapmışam. Nədir ki? Aysun kimdir? Tanımarsan, Böyük Zəfiri tanış olduq. Yuf yumru fincan, içi dolu mərcan. Yuf yumru bir qız idi. O qəşəngdir mən. Yox xanım, incimə, sən bəzəksən elə. Şiplə popka var, o sıvağı ki üstünə şiplə popka alırsan, ağ rəhdə. Üstündən də aboyu çəkib, emusiyanı vurursan, bax o. Nə var ki babuş, hərə bir cürdür. Allah, məndə biraz estetik var da. Estetik qız istəmirsən. Sən gəl ördəyin içinə girənsən, qadanım, ördəyin içinə girib bir dənə ora vanlıya bir dənə tənqonuna, onu al, ılıqqası sıçrayacaq dizinə, sıçrayacaq dizinə, iyi verib iylənir, Allah hamd olsun, ay bax olan. Gedib ördəyin içinə gəlmişim, deyirəm, ay Allah, baxıram ki, iyi gəlir, pox iyi gəlir. Deyirəm, ay Allah, mənim pox iyi gəlir, üstümü iyləyirəm. Baxam ki, nə, ördəyin lıqqaları var, ki, sən o gəlsə sıçrayır, düşür damcı bura. Ay Allah, baxıram qolumdan, iyi verib iylənirəm, tez sözümü saldım hamama. Sən ona gedəsəniz, Bezəli Düzeyli xanımcan, afaqasanın ta kendisi. Ay babuş, qulaq asda, babuş, arvaddan inək isi də gələr, at isi də gələr. Amma işin sonunda, günün sonunda qadın belə qəşəng parfümünü vurar, kişisini qarşılayar işdən gələndə. Həqqi? Həqqi, bəs nə? Yoxsa elə o kənd qızları, hamısına demirəm, kənd qızları qəşəng olurlar. Yəni işini, evinin xanımı olurlar. Amma bəzi qızlar var ya, baxımsız qızlar. Elə onlar at ilənə qalacaqlar. Yəni elə at ilənə... Nə bilsən ki, bəzi qızlar iylənir? Nə bilsən ki, iylənir? Baxımsız qadınlar var da, baboş səhv deyirəm. Kimlər onlar? Qadınlar. Ha? Valla bilmirəm, yox, elə axırdan çıxırlar, o torbadan çıxırlar, elə də gəlib girlər, yerə yatırlar. Bax, məndən yaman duxu iyi gəlir bu dəqiq, Allah haqqı, qocuğum. Hə də, sən duxlarını görmüşəm də, sənin telefonun qabağında duxlar var qəşək. Elə qızı neyinirsən? İndi hamını demirəm, baxımsız qızlara aiddir. Qəşək baxımlı qadın al. Səhər geçsin, işini görsün, toyuğunu yolsun, qəşək xoruzunu təmizləsin, xoruzun hini təmizləsin, qəşək ördəyin yemini versin, sonra da qəşək girsin, duşunu alsın, parfümlənsin, gəlsin, girsin sənin yanına. Yeməyini bişirsin, sonra da axşam... Yanıma nə girir, az sesi tanışmaz, fikir aslında. Yanıma nə girsin? Harada yatacaq? Harada yatacaq? Biz başqa yerdə. Az deyərsən, ikimiz kravata sığanıq mı? Mən nə boyutdayam? Mən o zaman da ayağımın birini Paris açıram, birini də Amerikaya açıram. Ay, yox, sən kravatın böyükdür. Nə olsun, az böyükdür. Mən də rahat yatmayandan sonra. Neyinlə az?
Allah'ım olsun. Ay babur, sən çox istəyirik ay babur. Sağ ol. Var ol. Həmişə sənə baxırıq. Valla. Nazdandır. Az fikir az. Nazdanmam. Qazın xanımın yanında elə söz demez Nazdanmam. Nazdanmısan? Yox. Qabaq nazdanırdım. Oyunu nazdanmam. Xeyli irəliləyiş var. Qolumun tükünə bax. Ha? Eşidir. Deyəm, xeyli irəliləyiş var sənin, nazdanmırsan da. Növbədə ki, amma hərdən deyirsən, az zat deyirsən, kişiyə də az deyirsən, qadına da az deyirsən. O mənim dilimdə bitifdir, ona görə. Amma onun da bir qəşəng belə şirinliyi var, babur. Amma sən çox istəyirik. Az yərdir, de Allah hamd olsun. Allah haqqı səni çox istəyir. Babur, sənə baxanda mən belə qəşəng incə-incə xanımım, amma sənə baxanda acıram. Amma bir neçə nəfər məni çox istəmir. Kim səni çox istəmir? Bir neçə nəfər məni çox istəmir. Niyə? Niyə neynəmirsən ki? Kimə nə pisliyin toxunur ki? Burada açırsan canlını, hamımız qəşəng baxırıq, vaxtımız keçir. Bəs yaxşı, bəziləri niyə onda mənə söyüş yazır? Bax, o söyüş yazanlara nağarmışam, niyə söyüş yazır onda mənə? Onların içində. Niyə yazırsınız ki, aşıqlar? Mən dəyişmişəm, mən evlənmək istəyirəm. Bir gəlin mənim içimi tanıyın, gəlin bir mənim qapıma o pis yazanlar, gəlin bir mənim oturun qabaq-qabağa danışın. Niyə söyüş yazırsınız ki? Ay babur, söyüş yazanlara, denən kimlə? Yox, o söyüş yazanlar niyə yazırsınız ki? Nağarmışam ki sizə. Dəyişmişəm də, nə istəyirsiniz ki? Paxıllıqdan. Niyə paxıllıq edirsiniz? Paxıllıq edəndə göyə başınızdan şişirlərimi, gələcək universallarımı, gələcək evimi verəcəklər, maşınımı verəcəklər sizə. Ruzunu Allah yetirir də. Hamıya hələ bir şəkildə bir qazanç verir, Allah bir ruzu yetirir. Nağarmışam ki, söyüş yazırsınız ma. Göydən Allah baxır, Allahdan qormuşsunuz. Sənə bir dənə söz deyim babuş, heç vecivə dalma. Sən bu TikTokda gün boyunca neçə saat sən TikTokda olmağın var. Bunun özü də bir işdir. Sən hamama gedirsən, özünlə aparırsan telefonu. Hinə gedirsən özünlə, toyuq kəsirsən, xalça yuyursan, yemək pişirsən. Bu da bir işdir. Kimin başı üçün elə bütün günü telefonu əlində daşısın. Biz də sənə baxırıq, əylənirik, bizə xoş olur. Bunun özü də bir işdir. Sən də pulunu buradan qazanırsan. Heç kimi vecivə dalma.